Səslərimiz, hərflərimiz haqqında da qısa məlumat verdik. Sözün səs və hərf tərkibi. Baxın, aşağı siniflərdə necə öyrənmişsiniz? Aşağı siniflərdə öyrənmişik ki, yazılış və deyiliş arasında fərqli məqamlar hansılardır? Yazılış və deyiliş arasında fərqli məqamlar. Biz bunu bilirik. İndi bildiyimiz yoldan deyim var. Azərbaycan dilində səs artımı var, səs düşümü, bir də var səs dəyişməsi. Deməli, uşaqlar, səs artımı nə deməkdir? Tutaq ki, biz yazırıq bura ailə sözünü. Ailə. Artıq səslə hərfi fərqləndirdik də. Ailə yazdıq. Tələffüzdə əgər bunu saatlər keçəndə biləcəksiniz. A-la i yanaşı gəlirsə, onun arasına i artırılır. Və A-da uzun tələffüz olunur. Ailə. Yəni, bu başqa dərsimizin mövzusudur. Baxın, indi biz səslə hərfi sayaq. Hərf deyəndə hara baxmalıyıq? Bura. 1, 2, 3, 4. Neçə hərf oldu? 4 hərf. Yazırıq bura. 4 hərf. Səs deyəndə hara baxırıq? Mötərizənin içinə. Axı dedik, səslər mötərizədə olur. 1, 2, 3, 4, 5. Neçə səs oldu? 5 səs. Deməli, burada nə baş verdi? Səs artımı. Gördünüz, səs artdı. Bəs səs düşümü nədir? Məsələn, bir nümunə yazaq, saat sözünü. Qoşa A-lar yanaşı gələndə biri düşür, biri uzanır. Bu olur belə. Saat. Yenə sayırıq. 1, 2, 3, 4. Neçə hərf oldu? 4 hərf. Neçə səs oldu? 1, 2, 3. 3 səs. Deməli, nə baş verir uşaqlar? Səs düşümü. Və səs dəyişməsi nədir? Məsələn, yazırıq Polad. Sonu D ilə bitən sözlər, sözün sonu D ilə bitirsə, ondan sonra başqa söz və yaxud da şəkilçi gəlməsə, keçir qarşılığına. Olur belə. Polad. Gördünüz, D T-yə keçdi. Burada nə baş verdi? Səs düşümü, gəlin sayaq. 1, 2, 3, 4, 5. 5 hərf oldu. Səs də sayaq. 1, 2, 3, 4, 5. 5 də səs oldu. Deməli, burada nə səs düşümü var, nə səs artımı var. Bəs nə var? Səs dəyişməsi. Səs dəyişdi. D keçdi nəyə? T-ya. Yaxşı. İndi uşaqlar, 11-ci siniflərdə, 10-cu siniflərdə sizin qabağınıza bəzi qayda kitablarında çıxa bilər ki, kəmiyyət fərqi və keyfiyyət fərqi. Kəmiyyət fərqi nədir? Keyfiyyət fərqi nədir? Əslində bunu siz artıq bildiniz. Kəmiyyət fərqi, deyirlər ki, kəmiyyət fərqi, bir də yazaq keyfiyyət fərqi. Keyfiyyət fərqi. Artıq siz sadəcə olaraq adlarını bilmirsiniz, nə demək olduğunu bilirsiniz. Sözün hərf və səs tərkibində deyilir ki, sözün hərf və səs tərkibində 2 cür fərq olur. Əvvəllər deyirdik ki, 3 dənə fərq var elə, səs artımı, səs düşümü, səs dəyişməsi. İndi bunun yerinə deyirlər ki, sözün səsi ilə, səs tərkibi ilə hərf tərkibi arasında, baxın, bu səs tərkibidir, bu da hərf tərkibidir. Deyilir 2 fərq var. Kəmiyyət fərqi, keyfiyyət fərqi. Əslində bu elə bu 3 dənəni deyir. Kəmiyyət fərqi uşaqlar, say fərqidir. Say, yəni sayına görə fərqlənir. Keyfiyyət fərqi nədir bəs? Keyfiyyət nə deməkdir? Keyfiyyət də odur ki, səs dəyişir. Səs dəyişməsi. Bu dediklərimiz. Kəmiyyət say fərqidirlər. Yəni say fərqi hansı da fərqli oldu? Hərflə səsin sayı fərqli olsun. Yəni səs artımı, səs düşümü. Kəmiyyət fərqinə nə aiddir? Səs artımı, səs düşümü. Biz deyirik ki, burada ailə sözündə səs artımı var elə. Deməli, say fərqləndi. Hərflə səsin sayı eyni olmursa, uşaqlar, hərflə səsin sayı eyni olmursa da, ya az, ya çox olursa da səsin sayı, biz ona deyirik kəmiyyət fərqi. Kəmiyyət yəni say fərqi. Əgər bir hərf başqasına keçirsə də, ona deyirik keyfiyyət fərqi. Oldu? Yəni, bu da səs dəyişməsidir. Eyni şeydir. Sadəcə olaraq adları fərqlidir. İndi desəz ki, müəllimə, ola bilərmi ki, bir sözdə həm kəmiyyət, həm də keyfiyyət fərqi olsun? Əlbəttə ki, elə sözümüz var ki, orada həm kəmiyyət fərqi var, həm də keyfiyyət fərqi. Məsələn, inadla. İnadla.
İndi gəlin bunun tələffüzünü yazaq. Sözün sonu deyirik ki, d ilə, baxın inadla d ilə bitir. Özündən sonra heç bir söz gəlməyəndə də, heç bir şəkilçi gəlməyəndə də, yəni saitlə başlayan şəkilçidən söhbət gedir. Yəni belə deyim, bu qaydanı hələ sizə deməyin, bu başqadır, budur gicə qaydası. Baxın, burada sözün sonu d ilə bitib də təkcə nə gəlibdir, özündən sonra heç bir şey gəlmirsə, dedik ki, dəyişir, t səsini verir. Sözün sonu d ilə bitəndə, özündən sonra samit gələndə, samitlə başlayan, bax, l samitlə başladığına görə yenə də d t-yə keçir. Bu olur belə, inat, nan. La-da uşaqlar, la-da, nan kimi tələffüz olunur. İndi gəlin, baxaq. Yəni, bu d-nın hansı səs verməsi bu dərsimizə aid deyil. Bundan narahat olmayın. Bunu sadəcə olaraq başa düşəsiniz deyə burada dedim. İndi baxın, 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6. Neçə hərf oldu? 6 hərf. İndi səsi sayağın. 1, 2, 3, 4, 5, 6, 7. Neçə səs oldu? 7 səs. İndi burada görək, kəmiyyət fərqi var, keyfiyyət fərqi var, yoxsa hər ikisi var. Baxın, səs dəyişməsi baş verdi elə, d keçdi t-ya. Səs dəyişirdisə də hansı fərq olurdu? Keyfiyyət fərqi. Deməli, burada keyfiyyət fərqi var. Dedik ki, say fərqi olsa, hərflə səsin sayına baxırıq. Biri 6-dır, biri 7-dir. Fərqlidirmi? Deməli, çünki niyə? A-dan sonra tələffüzdə bir dənə n artdı. Hətta burada l-da n-yə çevrilibdir. Görürsünüz? Keyfiyyət fərqi. Həm l n-yə çevrilib, həm d t-yə çevrilibdir. İki dənə sözdə, iki dənə hərfimizdə keyfiyyət fərqi var. Birində bir dənə də elə bir səs artımı olduğuna görə kəmiyyət fərqi var. Deməli, inatla sözündə həm keyfiyyət, qısa yazıram, həm də kəmiyyət fərqi var. Oldu. Elə söz ola bilər ki, orada nə keyfiyyət fərqi olar, nə də kəmiyyət fərqi. Məsələn, yazırıq bura ana. Ana. Baxın, 3 hərf, 3 səs. Nə kəmiyyət fərqi var, nə keyfiyyət fərqi var. Nə səs artımı, səs azalması yoxdur, nə də bir hərf başqa bir səsə keçməkdir, başqa bir səs ifadə eləməkdir. Oldu. Yadınızda qalsın. Bir də uşaqlar, bir qaydanı da deyək, bununla da bu videonu tamamlayaq. Yadınızda saxlayın ki, əgər sözdə desək ki, məsələ uzanma varsa da, bax, məsələ yazıram, alim. A uzanır. İndi uzanmanın keçidində biləcəksiniz. Baxın, A səsində uzanma var elə. Burada neçə dənə hərf var? 1, 2, 3, 4. 4 hərf var. Neçə səs var? 1, 2, 3, 4. 4 də səs var. Əgər bir sözdə səs artımı yoxdursa, səs düşümü yoxdursa, səs dəyişməsi yoxdursa da, yazılışla deyiliş arasında fərq olmur. Sizə desək ki, axı burada A uzun tələffüz olunur. Niyə? Əgər desək ki, A uzun tələffüz olunduğuna görə yazılışla deyiliş arasında fərq var, baxın, səhv olacaq. Yadınızda qalsın, yenə deyirəm. Saitin uzanması, əgər təkcə sait uzanırsa, səs artımı yoxdursa, səs düşümü yoxdursa, səs dəyişməsi yoxdursa da, biz deyirik ki, yazılışla deyiliş arasında fərq yoxdur. Nə olsun ki, burada uzanma var? Əgər uzanma ilə yanaşı ya səs artımı, ya səs düşümü, ya da səs dəyişməsi olarsa, onda deyərik fərq var. Yadınızda qalsın, təkcə sözdə uzanma varsa, bu yazılışla deyiliş arasında fərq var demək deyil. Baxın, burada saat sözündə görürsünüz, yazılışla deyiliş arasında fərq var, səs düşümü var. A uzun tələffüz olunduğuna görə yazılışla deyiliş arasında fərq yoxdur. A uzun tələffüz olunduğuna görə yazılışla deyiliş arasında fərq yoxdur. Niyə A ilə sözündə yazılışla deyiliş arasında fərq var? A uzun olduğuna görə, xeyr. Y artdığına görə, səs artımı baş verdiyinə görə. Niyə saat sözündə yazılışla tələffüz arasında fərq var? A uzun tələffüz olunduğuna görə, xeyr. A saatinin biri düşdüyünə görə. Başa düşdünüz uşaqlar? Yəni bu sözlərdə uzanmaya görə demirik fərq var. Səs artdığına görə, səs düşdüyünə görə deyirik fərq var. Yadınızda qalsın, yenə deyirəm, sözdə səs artımı yoxdursa, səs düşümü yoxdursa, səs dəyişməsi yoxdursa, təkcə sözdə uzanma varsa, biz deməliyik ki, bu sözün yazılışı ilə deyilişi arasında fərq yoxdur. Nə olsun ki, burada uzanma var. Uzanma yazılış və deyiliş arasında fərq yaratmır.